Yəni nə olsun, boşanma birinci hal deyil ki. Yəni bunu sən artıq yavaş-yavaş qəbul eləməlisən. Yəni bu reallıqdır. Xeyr, niyə? Birincidən baxdım gətirməyib, anası çağırıb onu. Ondan üzüm gülməyib, evladım olmayıb. Mən ikinci dəfə sınıxmaq istəmirəm. Mən demək, mənim sözüm burada deməyim ki, mən ondan ayrılmayacağım. Çıxsa getsə. Mən deyirəm, Mirağa, sənin üçün böyük bir fürsət düşür. Bizi Daxili İşlər Nazirliyindən izləyirlər, addım atıla bilər. Əgər istəmirsənsə qızı, denə ki, mən istəmirəm, məni zorla yanından, vurma qoluna. Denə ki, var mı istəyin? İstəyirsənmi yanında qalmaq? Bəli, istəyirəm. Anan çağırır səni, gedərsənmi ananın yanına? Qızsız. Mirağa. O anasının yanına getsə, mən dediyimi deyirəm. Mən dediyimi dedim. Aydın, getməsin anasının yanına. Yox. İndi ver mikrofonu ona, barı da özünü. Anan çağırır deyir, Şanaysız gəlsin. Bax bizdə. Ana yoxsa Şanay? Ana yoxsa Şanay? Anası məni çağırıb. İndi sual, o deyil sual. Ana yoxsa Şanay? Məni böyüdən qadın. Ooo. Amil bəy, görürsün təhsil göstərir, əlini sıxır orada. Niyə? Şanay. Sıxmıram. Sıxırsan. Siz daha nə zarfatı salmıyor? Ha, vallahi ona təhsil göstər Amil bəy, o oğlana mənim yazığım gəlir. Şanay buradan, Şanay buradan. Oradan o yol yoxdur. Gözlə hara gedirsən? Dayan görünmür. Şanay. Gözlə deyəcəm. Gəl otur. Səni zorla Şanay saxlayır mı yanında? Telefonu mənimdən alıb, şəxsiyyət vəsiqə mənimdən alıb, bir də kartımı. Qulaq asın. Qulaq as. Hanı telefonun şəxsiyyət vəsiqəsi? Ver mənə. Niyə verməliyəm? Ver cəmaatın şəxsiyyət vəsiqəsini. Sən qanun pozursan. Sağ olun. Sən qanun pozursan. Arzuman məşğul ol ondan. Ya belə şey yoxdur. Cəmaatın sonra sən cəmaat yanında baxın gedir elə. Gəl bura, göstərin onu. Şanay. Cəmaatı sonra mən xahiş edirəm. Mirağanın anasından xahiş edirəm. Balana sahib çıx. Mən sizə bir söz deyim. Mən valideynlərim mən yığır görür, mənim telefonumdan hamısını blok atıb mənim bütün nəslimi. Arzuman, bugün Mirağa bizim sığınacaqda qalacaq. Amil bəy, ümumiyyətlə Şanaydan onun telefonu alınmayınca buradan buraxılmasın Şanay. Axranlara tapşırın, yığın 129'u Araf, Zəhmət olmasa deyin buraxmasınlar. Şəxsiyyət vəsiqəsini mühafizə xidmətimizin rəhbərindən xahiş edirəm. Polisə də lazımdır, məlumat verəcəm 21-ci, 29-cu polis bölməsinə. Şəxsən elə burada səslənirəm. Yəni belə olmaz, bir adam, bu dəqiqə biz şahidi olduq ki, Mirağanı bu ana bala zorla, əsas da Şanay, zorla hədə qorxu gələrək evlərinə salıblar, saxlayıblar.